18 aprel 2025-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqında Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş konfrans keçirildi. Konfransın mövzusu Üzeyir Hacıbəyli Leyli və Məcnundan Koroğluya, Müslüm Maqamayev Şah İsmayıldan Nərgizə adlandırılmışdı. Konfransın ilk mövzusu sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Musiqi Akademiyasının professoru Könül Nəsirovaya aid idi. Onun mövzusu Üzeyir Hacıbəyli və Müslüm Maqamayevin operalarında arxetiplər adlandırılmışdı. Konfransı sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Xatirə Həsənzadə davam etdirdi. Xatirə Həsənzadənin mövzusu Üzeyir Hacıbəylinin publisistikasına bir nəzər adlandırılmışdı. Konfransda Üzeyir Hacıbəylinin O Olmasın Bu Olsun musiqili komediyasından Sərvərlə Gülnazım dueti səsləndirildi. Cahangir Cahangirov adına xor kollektivinin solistləri Fidan Məmmədzadə və Pərvin Səfərov səsləndirmişdi. Dueti fortepianoda əməkdar artist Nərgiz Əliyeva müşahidə edirdi. Daha sonra konfransı sənətşünaslıq üzrə elmlər doktoru, Bakı Musiqi Akademiyasının professoru Aytac Rəhimova davam etdirdi. Aytac Rəhimova Musiqi mədəniyyətimizin zirvələri Üzeyir Hacıbəyli və Müslüm Maqamayevin mirası adlı mövzusu ilə çıxış etdi. Aytac Rəhimovadan sonra sənətşünaslıq üzrə elmlər doktoru, dosent Leyla Zəhrabova Üzeyir Hacıbəylinin yaradıcılığında ənənə və novatorluq adlı məruzəsini təqdim etdi. Bir sonraki çıxış Aytan Babayevaya məxsus idi. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aytan Babayevanın mövzusu Üzeyir Hacıbəylinin və Müslüm Maqamayevin muğam operalarında oxşar və fərqli xüsusiyyətlər adlanırdı. Elmi konfrans Üzeyir Hacıbəylinin Sənsiz romansı ilə tamamlandı. İfanı Cahangir Cahangirov adına xor kollektivinin solisti Emil Bağırzadə təqdim etdi. İfanı əməkdar artist Nərgiz Əliyeva fortepianoda müşahidə edirdi. Hamıya kömək eləyir, hamıya müşayiət edir. Çox sağ olun. Allah bilir. Çox gözəl. Kitablarınızda hər şey edilir.